Her saniye azalan bir ömrün aksine her nefeste artan bir imana sahip olmak ve Hayatın ekranı 14 TV'de bizi izleyebilirsiniz. Sevgili Onlar TV izleyicilerimiz, lütfen bizi izlemeye devam edin. herkese merhaba, ben Selman Karakurt. Bulunduğumuz yerden, Almanya'dan herkese selamlar, sevgiler gönderiyorum. Selamların en güzeli olan Allah'ın selamı, mağfireti, hidayeti ve bereketi üzerinize olsun. Değerli izleyenlerimiz, bildiğiniz gibi Muharrem ayındayız ve yanımızda Azerbaycan'dan gelen Almanya'nın Bielefeld şehrindeyiz ve bir konuğumuz var. Meddah kardeşimizle söyleşi yapacağız. Söyleşimize başlamadan önce kendisine bir merhaba deyip tanıyalım. Selamünaleyküm. Aleykümselam. Nasılsınız, iyi misiniz? Sağ olun, çox sağ olun. Allah köməyiniz olsun, yaxşıyam. Mən İslam Məhəmmədi, Əhl-i-Beyt məddahı, Əhl-i-Beyt qrupunda öncə çalışmışam və bütün Əhl-i-Beyt yolunda çalışanlara Allahdan köməklər, yardımlar diləyirəm və xoş oldum ki, sizlər bizi bir növ saydınız, öz verilişinizə dəvət etdiniz. Təşəkkür edirəm. Və Allah Teala sizin də işlərinizdə yardımcınız olsun inşallah. Eyvallah. Şimdi İslam Muhammedi kardeşim, sizi televizyonlardan, sosyal medyadan tanıyoruz. O güzel sesinizi biliyoruz. Meddahlığı konuşacağız ama Muharrem ayı ile ilgili neler anlatmak istersiniz izleyicilerimize? Əlbəttə, İslamda Məhərrəmlik matəm bir aydır. Məhərrəm və Səfər ayı İmam Hüseyn əleyhissalamın şəhadəti ilə bağlı, şəhadət məktəbinin banisi olan İmam Hüseyn əleyhissalamın bir növ dünyaya çatdırılmasıdır Məhərrəmlik və bu işdə xətiblərlə bahəm, yəni alimlərlə bahəm, məddahların da öz yeri var, öz çalışmaları var. Allah Teala hər bir məddaha bu çalışmalarında kömək olsun inşallah. Biz də bildiyimizdən, eşitdiyimizdən, gördüyümüzdən öyrənmiş və çalışırıq ki, xidmətdə olaq Allahın verdiyi səsi ilə. Kimlərsə Allahın verdiyi səsi Allahın yolunda yox, başqa bir yerlərdə sərf edirlər. Amma şərəfdir ki, İmam Hüseyn əleyhissalamın məclislərində və ya Hüseyniyələrində Allahın verdiyi səsi Hüseyn deyib səsləyəsən, çağırasan, cəmaatın xidmətində olasan. Allah muvaffak etsin. Şimdi Muharrem ayında bildiğiniz bizler Ehl-i Beyt takipçileriyiz ve Ehl-i Beyt dostlarıyız. Avrupa'nın çeşitli yerlerine gidiyoruz, çekimler yapıyoruz, programlar yapıyoruz. Sizi Almanya Bielefeld'de gördük. Azerbaycanlı kardeşimizin evine misafir olmuşsunuz. Hoş geldiniz. Evet. Sefalar getirdiniz. Şunu sormak istiyorum. Buraya misafir olarak mı geldiniz? Burada mı yaşayacaksınız? Bəli, burada yaşamaq fikrimiz vardır və həm də xidmət etmək fikrimiz vardır. Yəni Azərbaycanın necə deyirlər, Azərbaycanlı qardaşlarımız, bacılarımız da burada məskunlaşıblar. Əhl-i Beyt aşiqləridir ki, evində qonaq olduğumuz Anar qardaşımıza təşəkkür edirəm ki, bizə belə bir tanıtdırdı. Allah Teala onun da necə deyirlər, balalarını, ailəsini qorusun inşallah. Təşəkkür edirəm. Bəli, biz də xidmətlə, əsas məqsədimiz xidmət olaraq burada məskunlaşmışıq. Necə ki, Quran deyir, hər yer Allahındır. Yəni, Allah Teala necə deyirlər, dünyanın hər bir yerinə öz bərəkətini verib. Əgər o bir yerdə bərəkət qaçırsa, onda bəndələrin naşükürlüyündəndir. Şükür Allah'ın qismətinə. Allah muvaffak etsin. Şimdi sizden bir eser okumanızı istiyorum. Ortam hem sıcak olsun hem de burada cemaat bizleri tabiri caizse şu anda canlı seyrediyorlar. Ne okumak istersiniz? Əlbəttə Məhərrəm ayındayıq. Yəni Məhərrəm ayının necə deyirlər, mövzusu, Məhərrəm ayının
zikri İmam Hüseyndir. İnşallah İmam Hüseyndən bir qəzəl Buyurun. xidmətinizə. Buyurun. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hüseyin fedai eşkidir feda Hüseyin'in aşığı. Hüseyin fedai eşkidir feda Hüseyin'in aşığı. Hüseyin Hudaya aşina Huda Hüseyin'in aşığı. Sefayı eşki derk eden verer Hüseyin'e kıymetin. Tamam sahibi megayam Gedaya ya Hüseyin'in aşığı. Sefayı eşki derk eden verer Hüseyin'e kıymetin. Tamam sahibi megam geda Hüseyin'in aşığı. Zamanı cengide hamid eder cidaden ihtiyar. Ne sirridir bilenmirem cidan Hüseyin'in aşığı. Görübdü Kerbelailer Ebelfez'in mezarini. Veribdü hak yolunda cüt ya da Hüseyin'in aşığı. Terahhüm eyle seyyide Hudaya koyma bir kadem. Düşe Hüseyin'den o gün Cüdaya Hüseyin'in aşığı. Ya Hüseyin sen şemi biz pervaneyik. Kerbela eşkinde çün divaneyik. Kısmet eyle ha güzel gabrün aha. Aşıgik biz aşıgik mestaneyik mestaneyik. Allah razı olsun. Allah kömürünüz olsun. Allah sizi muvaffak etsin inşallah. Ehl-i Beyt yolundan ayırmasın. Alın cümlenize. Ne güzel sesiniz var. Allah'ın lütfudur yani. Biz sizi televizyonlardan, kliplerinizden izliyoruz. Ama canlı dinlemek burada Evet. nasip oldu. Şükür Allah Allah'a. sesinize kuvvet versin inşallah. Çok sağ olun. Ehl-i Beyt de haşır neşir etsin inşallah. Amin cümlemizi. Size de Şimdi- teşekkür ediyorum. Sizin 14 Kanal 14'e teşekkür ediyorum ki Əhl-i Beytin xidmətindədirlər. Sizin də böyük əməkləriniz vardır. Allah razı olsun. Biz de teşekkür ederiz. Şimdi İmam Hüseyin'i zikrettiniz. Və İzleyicilerimiz, kanalımızı yeni açanlar, televizyonu yeni açanlar için İmam Hüseyin kimdir desek neler söylemek istersin? əlbəttə imamət İslamın həqiqətidir. Yəni İslamın
imamlarımız ümumiyyətlə İslamı müsəlmanlara əlindən tutub öyrədənlərdir. Bir var, insan Quranı oxuya, Quranla nəsə əxz eləyə, amma Quranın müəllimləri imamlarımızdır. Yəni, Qurandan bizə nəticə çıxarmaq, Quranda olunan zikr, şəhadəti İmam Hüseyn bir növ örnək olaraq bizə göstərdi. Çünki Quranda çox ayələrimiz var. Onlar Allah yolunda şəhid oldular. Onlar, şəhidlər Allahın qonaqlarıdır, Allah tərəfindən ruzilənirlər. Və o məqama çatmağın yollarını, o məqama çatmağın risaləsini İmam Hüseyn yazıb, göstərib daha doğrusu. Müştəhidlərimiz risaləni yazırlar, əməli şəkildə onu biz icra edirik ki, dəstəmazı nətər alırıq. Amma şəhadətin görüntüsünü İmam Hüseyn bütün bəşəriyyətə ta qiyamətə qədər göstərəcəkdir. Yəni, elə bir məktəbdir ki, mən bir alimin dediyi sözdən eşitdim ki, deyir, necə ki, Ramazan ayında aldığımız nəfəslər bizim üçün zikr sayılırsa, İmam Hüseyn məclisində oturub nəfəs alıb verməyi də Allah Teala o zikrin savabından təsbih sayır insan üçün. Yəni, bu balaca söz deyil. Yəni, bilirik ki, Ramazan ayına aid olan Allahın bir növ bəşərə verdiyi rəhmət başqa aylarda yoxdur. Amma İmam Hüseyn məclisinə də o rəhmətin necə nümunələrini Allah Teala biz bəndələrə bir növ bəxş eləyib, bir imkan yaradıb bizim üçün. Ona görə də İmam Hüseyni mən bir cümlədə, bir sözdə heç kim anlata bilməz. Peyğəmbər özü deyib ki, o məndən, mən Hüseyndənəm, Hüseyn də məndəndir. Hələ bu sözü açıqlamaq üçün hələ üləma yazır, çatdırır. Amma yenə də hələ bundan sonra da açılacaq və bundan sonra da hala da yazıyorlar. Bəli. Peki, şimdi biz Ehl-i Beyt dostları olarak biliyoruz ki Muharrem ayı girdiğinde eza meclisleri düzenleniyor. Meclislerde, evlerde. Muharrem aylarında okunan nuheler, mersiyeler, birçok sesi güzel meddahlarımız var. Bazı kardeşlerimiz farkında olmadan mesela Muharrem ayı gelsin de işte birkaç tane mersiye okunsun, İmam Hüseyin'e ağlayalım diye mi yapılıyor ya da yapılması lazım ya da nasıl algılamaları lazım? İzleyicilerimize bu konuda neler söylemek istersiniz? Əlbəttə, Əhl-i Beyt məddahının bilavasitə onun bir növlə sənəti, işi, peşəsi Əhl-i Beyti məth etmək əza günlərində, əza məclislərində və ya onların mövlud günlərində onlara məthiyə oxumaq. Onun üçün əlbəttə hazırlaşmaq önəmlidir. Evet. Həm səs baxımından, həm bizim dildə desək, şeirlər, qəzəllər və yaxud rozələr baxımından hazırlanmalıdır və buna önəm verilməlidir. Yaxşı hesab edirəm ki, bir məddah Məhərrəmi öncəsi bir nəsə yeni bir şey oxuyur, təqdim eləyir. Yaxşı olar ki, Məhərrəmili ilə, İmam Hüseyn əzadarlığı ilə bağlı olan ifalarda musiqiyə çox önəm verilməsin. Musiqi çox kölgədə istifadə olunsa. Bu şekilde demin okuduğunuz gibi. Bu cür olsa, çünki biz belə görmüşük qədimdə Bakıda, Bakı kəndlərində biz məsələn uşaq dönəmimizdə Əhl-i Beyt məclisləri, İmam Hüseyn məclisləri qurulanda, orada mərsiyələr, zikirlər olunanda indiki rozə forması Bakı kəndlərində elə deyildi. Mən indi bir oxudum belə bir şey. Buna oxşar, onlarda daha kamildir, daha gözəldir. Yəni biz də onların bir qırağından götürüb oxuyuruq. Onlarda da baxırdıq ki, o cür oxumaqla məclisə təsir buraxırdı. Əsas sözün gücü ilə dinləyicini kövrəldirdilər, ağladırdılar sözün gücü ilə. Məsələn, çox mərsiyələr var ki, məsələn, Raci, Allah rəhmət eləsin, Əbülhəsən Raci böyük mərsiyəxan olub, Allah Teala ruhunu şad eləsin. Onun mərsiyələri dillər əzbəri olub. Nohəxanlar bir növ bir-birlərinə dərəcələrini müəyyənləşdirmək üçün, məsələn, Racidən neçə mərsiyə bilirsən əzbərə?
Deyir mən 50 mərsiyə bilirəm. Sən məndən çox önəmlisən, çox bilgin çoxdur və ya mən 10 dənə bilirəm, tələbəyəm falan. Yəni bunlar hamısı belə İmam Hüseyn məclislərində bir növ qabağa gedirdilər, bir-birlərinə dərs verirdilər, öyrədirdilər. Məsələn, Razinin çox mərsiyası var, bir də get Əli Əkbər oğul, Allaha tapşırdım səni. Bir ananın öz oğlunu şəhid, bilir ki, şəhid olacaq, İmam Hüseynin yəni qiyamında, yəni Kərbəlasında onu yola salmağıdır. Seyyid Əzimin əgər yadıma düşsə, onun gözəl bir deyimi var. Bir oğul şəhadətin mübarək bilir, oğul ana oğluna şəhadətini mübarək deyir. Biz görmüşük toyda, şadlığında deyək ki, ay oğul, toyun mübarək olsun. Amma İslam yəni şəhadəti necə ki bir hədis var, deyir ki, qiyamətdə kimin toyu olacaq? Bəndələr var ki, qiyamətdə olan toyu kimi olacaq da. Oturub toyda necə bəy cəmaatı seyr eləmir. Şəhidlər də qiyamətdə ərşin kölgəsində oturub qiyaməti seyr eləyəcəklər. Olan toyudur. Ona görə bizim şairlərin də bir növ ananın öz oğlunu bir şəhid kimi meydana göndərməsini mübarək bir sözlə, yəni mübarək olsun sənə bu şəhadət. Sizin sualınıza gəlincə isə əlbəttə tək bu Məhərrəm və Səfər ayında İmam Hüseynə ağlamaq və yaxud o məclislərdə iştirak eləməklə hər bir müsəlmanın vəzifəsi tamamlanmır. Bir ömür boyu İmam Hüseynin Kərbəlada verdiyi dərsləri biz həyatımızda tətbiq etməliyik. Yəni, əgər İmam Hüseyn məclisində bir məddahın və ya bir alimin dediyi kəlməyə, danışdığı müsibətə bizim ürəyimiz yanırsa, gözümüzdən yaş axırsa, o yaş bizim əməllərimizə də, yəni Məhərrəmdən sonra yaşayacağımız aylar, illər ki var, onlara da təsir göstərməlidir və biz həyatımızı bir növ İmam Hüseynin matəmi ilə, İmam Hüseynin məclisləri ilə bir növ tənzimləməliyik. Yəni, tək 2 ayla kifayətlənmək olmaz. Yəni, düzdür, elə insanlar var ki, Məhərrəmi gələndə bütün Allahın haramlarını qoyur qırağa, gəlir, Məhərrəmliyə qoşulur və ondan sonra yenə qayıdır harama. Onda anlamalıdır ki, onun etdiyi bu əzadarlığın onun ruhiyyəsinə, əməllərinə təsiri yoxdur, onda qəbuldur. Necə ki, namaz deyir, əgər insanları haramdan qaytarırsa, o namaz qəbuldur. İmam Sadiqdən də soruşurlar, Peyğəmbər salavatıllahdan da soruşurlar, biz hardan bilək namazımız qəbuldur, biz hardan bilək İmam Hüseyni tutduğumuz hörmətimiz alidir Allah yanında. Deyir, onda gör, haram görəndə sən ona tərəf gedirsən, yoxsa qaçırsan. Yəni, harama tərəf gedmirsənsə, demək, qəbuldur. Yəni, sən artıq o məclis, o namaz sənə ruhiyyəvə təsir eləyir, səni haramdan qaytara bilir. Allah razı olsun. Hocam, bu meddahlıq herkesin götürebileceği, herkesin taşıyabileceği, herkesin böyle cemaatin içinde çıkıp söyleyeceği iş değil. Bunu uzun süredir yapıyorsunuz. Kamera arkası konuştuk. Kaç? 30 yıl mıydı? 30 yıl. 30 yıldır. Yaş kaç bu arada? 51. Allah ömrünüze bereket versin. Teşekkür ederim. Bunun Allah razı olsun. hepimizden şey. Bunun bir eğitimi var mı? Meddahlığın, musiki eğitimi var mı? Yoksa genetik bir şey mi? Ailede var mı sizin gibi okuyan? Benim rəhmətli anam tərəfim, babam Quran oxuyan olur. Belə mərsiyə də deyib, amma deyə bilmərəm onun gözəl bir səsi olub, görməmişəm. Mən 2 yaşında olanda dünyasını dəyişəm, amma ətraf cəmaatın dediklərindən ki, halal bir insan olubmu, Quran oxuyub, ondan sonra mərsiyə məclislərində iştirak eləyib. Cemaat insanı yani. Hə, cəmaat insanı bu cür olub. Fikir edirəm onun təsirləri var insana. Belə baxanda biz deyirik ki, hə, çocuklarımızı məscidə aparmalıyıq. Yəni Quran səs qulaqlarına eşidilməlidir, görməlidirlər. Bunlar hamısı insanı təsir eləyir. Yeri gələndə, yəni mənim və ya mənim kimi çox insanların məsələn dinə bağlanması və yaxud Quran əhli, namaz əhli olmasına böyüklərimizin etdiklərini, böyüklərimizdə gördüklərimiz çox təsir buraxıb. Məsələn, mən nənəmi görmüşəm ki, o Sovet dönəmində o radionu açıb
Xanım Zeynəb, görürəm o da Xanım Zeynəbdən oxuyur. Mən tanımıram o vaxt. Tanımırdı Sovet. Uşaq idin, çocuk Uşaq, idin. çocuk. O ağlayır Xanım Zeynəbə. Daha mən ona sual vermirdim, niyə? Fikirləşirdim ki, o düz eləyir. Böyükdür, o düz eləyir, ağlayır, belə də olmalıdır. Artıq biz başa düşəndə ki, Xanım Zeynəb kimdir falan. Allah Taala nəsib də elədi. Mən hələ Suriyada təhsil almamışdan qabaq bir mərsiyə eşitmişdim radiodan. Onu da rəhmətli Səlim Müəzzinzadə oxumuşdu. Allah rəhmət etsin. İstərsiniz onun 2 misrası yadımdadır. Lütfən, buyurun. Zikr eləyim. Onda bizim kənddə məscid təzə bina olmuşdu. Sökmüşdülər Sovet dövründə. Yeni bina olunmuşdu. Orada heç kim yox idi, tək idim məsciddə. Döşənməmiş məscid biraz səsli olur axı. Özüm Ya, orada eko eko verirdi. Orada oxumuşdum ki və bilirdim heç kimdə, bəlkə də bayırda kimsə eşidirdi. Belə bir Allah rəhmət eləsin Səlim Müəzzinzadəni. Zeynəbin qəbrinə aşiqəm mən. Zeynəbin qəbrinə aşiqəm mən. Aşiqəm gərçina layiqəm mən. Aşiqəm gərçina layiqəm mən. Xaku ənbər fəşan barigahi tez bizə qismət eylə ilahi. Tez bizə qismət eylə ilahi. Bəli, mən elə bil oxuyanda özümə qıraqdan qulaq asmağı bir növ xoşlayırammı ya bacarırammı desəm, o məsciddə onu oxudum. Allah hələ bir neçə ildən sonra qismət elədi ki, mən Xanım Zeynəbin hərəminə yaxın bir yerdə tələbə oldum. Maşallah, maşallah. Evimiz üçün Darıxanda, qəriblikdə də qəriblik, orada gelib girirdim hərəmə, hər şey yadımdan çıxırdı Xanım Zeynəbin hərəmində. Və sizin sorğunuza istəyirəm cavab bildiyim səviyyədə verim. Bayaq qeyd elədim Bakı kəndlərində və biz yaşadığımız məntəqə Bakı idi. Orada mərsiyə deyənlər düzdür. Çoxları var idi ki, məhərrəmlik gələndə dəftərini götürüb gəlib, oturub, yəni bir növ xidmət eləmək mənasında. Bəzi ustad məddahlar vardı ki, qoymurdular bəzilərini oxumağa. Mən fikirləşirdim, niyə qoymurlar? Sonra gördüm, onun səsi odur. Yəni, iyi olmadığından dolayı. Hə, olmadığından dolayı. Dediyi ifadələri yanlış dediyindən dolayı. Məclisin ahəngini bozur. Məclis qalxıb bir yaxşı vəziyyətdədir. O oxusa, məclis gəlir aşağı. Yəni biraz diqqət yayınır başqa. Ona görə onları qoymurdular. İndi görürəm onları düz eləyirdilər, qoymurdular. İndi bizlərdə belə bir adət kimi çıxıb ki, kimsə gəlir, deyir mən məddaham. Deyirlər, ağa ustad məddahdır, buyursun bir iki kəlmə oxusun. Ağa da oxuyur, yəni ki, məddah olmaq istəyir. İran, məsələn, Cənubi Azərbaycanda, İranda o ilə bağlı məşqlər var, ustadlar var ki, öyrədirlər, göstərirlər. Sosial şəbəkələrdə də hətta canlı dərslər kimi eləyirlər. Amma onu bizdən qabaqki dönəm məddahlar Qumri Dərbəndinin İmam Hüseyn müsibətini əzbər bilən məddahlar olub. O müsibətlərin hamısını nəzmə çəkib, o tarixi hadisələri. Yəni, onu ilə bir növ qiymət verilmişlər məddaha ki, bunun nəfəsi çatır, bunu oxuyur, filan məsməkən. İndi siz deyirsiniz ki, bir müəllim kimi, bir məktəb kimi, məsələn, Azərbaycanda deyərdim ki, hələ ki yoxdur. Amma İranda var. Yəni, bu cür məşğul olurlar məddahlar ki, bu qədimi məddahlardan öyrənirlər, götürürlər. Biraz da onun əleyhinəyəm ki, məddahlar bəzi məşhur Hindistan və ya başqa ölkələrin musiqi ahəngləri altında İmam Hüseynə nəsə oxuyurlar. Kinolarda olan musiqilərdən falan. Onu bizə başqa, hətta mən bəzi müştəhidlərin dediyi
bir növ göstərişlərini eşitmişəm ki, yəni olmaz. Məşhur bir avazı, məsələn, bizim də bir mahnı var. Dilbərim, dilbər. Onu İmam Hüseynin adı ilə, ya Hüseyn, ya bu olmaz. Çünki insanların qulağında bu melodiya, bu avaz o cür qalıb. Mən onu oxuyanda artıq o insan o sənin oxuduğuna ciddi yanaşa bilməz. Bunda da bir kaide, kural var diyorsunuz değil mi? Olmalıdır, amma riayət eləyən azdır, elə görürəm. Peki değerli kardeşim, Ehl-i Beyt dünyasında örnek aldığınız meddahlar var mı? İsim zikredebilir misiniz? Mən özüm də bilmədən Səlim Müəzzinzadənin Yaşayan biri mi? Yox, rəhmətə gedib. Səlim Müəzzinzadə. Yakın zamanda mı? Yaxın qədər. Ben tanımıyorum. Allah rahmet eylesin. Ərdəbilli. Allah rəhmət eləsin. Məsələn, Seyid Talih kimi və başqa rozaxanlar kimi var ki, ondan qidalanan Seyit rozaxanlardır. Talih'i tanıyorum. Selam gönderelim ona istedim. Ali, salam göndərirəm Seyid Talihə, Kərbəla Rövşənə ki, mən Əhl-i Beyt qrupunda bir yerdə bizlə oxuyub və onlar kimi gözəl məddahlar ki var, yəni onlara salam deyirik, dünyadan köçənlərə də rəhmət deyirik. Yəni çoxdur, məsələn, Kərbəla Rövşən özü musiqi savadlı bir insandır. Mən onunla Əhl-i Beyt qrupunda çalışmışam. Özü də gözəl bu işin peşəkarıdır, müəllimidir deyərdim. Onun müəllimlik eləməyə ixtiyarı var. Çünki artıq o yəni bu işi sənədli şəkildə qutarıb. Düzdür, vokal məktəbini qutarıb. Amma bu sahədə məhdahlarımızın ən çatışmayan cəhətlərindən biri səslə davranmağın yaxşı bilmədikləridir. Eyvallah. Ki, Şimdi değerli kardeşim sizi yoruyoruz, bağışlayın. Sesiniz çok güzel. Canlı canlı izleyicilerimiz izliyorlar. Şimdi elbette bütün eserleriniz çok güzel. Ama var mı böyle yüreğinizde, ajandanızda, defterinizde ben hangi mecliste olursam olayım bunu okumak istiyorum dediğiniz bir eser var mı? Böyle vazgeçemediğiniz. Onu okumanızı isteyeceğim. Əlbəttə çoxdur. Yəni Həzrət Əli əleyhissalamla, İmam Zaman əleyhissalamla, yəni çox mahnılar var. Yəni elə bir dənə deyil ki, deyim mən, bir dənə deyil. Yəni çox olub. Mutlaka vardır. Mutlaka. Bəli. İmam Zaman əleyhissalamla var, Həzrət Əli əleyhissalamla var. Bir tanesini okumak ister misiniz? İnşallah. Buyurun. Mənim aləmdə sultanım Əlidir, mənim miri cahanbanım Əlidir. Mənim aləmdə sultanım Əlidir, mənim miri cahanbanım Əlidir. Əgər hər kim sənin bir şahı olsa, əgər hər kim sənin bir şahı olsa, mənim də şahı şahanım Əlidir, mənim də şahı şahanım Əlidir. Əli, 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 Mevlaya Əli, Mevlaya Əli. Əli, 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 Mevlaya Əli, Mevlaya Əli. Yüreğinize sağlık. Peki bunu okuduktan sonra şöyle bir soru sormak istiyorum. Hazreti Ali kimdir dediğimizde, İmam Ali kimdir dediğimizde yani bir cümleye sığmaz kitaplar dolusu söz sarf etmek lazım. İzleyicilerimize bu manada neler söylemek istersiniz İmam Ali dediğimiz zaman? Həzrət Əlini vəsf eləməyə necə ki Allah Teala Quranda bir ayə buyurub ki, siz Allahın neymətlərini meşələr qələm olsa, dəryalar mürəkkəb olsa, bir şair də bu sözü işlədib Həzrət Əli barəsində. Olsa dəryalar mürəkkəb, meşələr olsa qələm, kağıza dönsə səma, cinni bəşər yazsa rəqəm, şəninin bir cüzünü. Həzrət Əlini demir ha. Hələ Həzrət Əli kim deyir? Həzrət Əlinin bir dənə şənini deyir ki, bunlar yığışıb yaza bilməz, çatdıra bilməz, Maşallah. ortalığa qoya bilməz. Bu kafidir. Allah razı olsun.
Yəni şairlərimiz doğrudan da əlini tanıyıblar. Allah razı olsun. Öz mərifətləri qədər hər bir kəs. Cenab-ı Allah sizi İmam Ali'nin yolundan, Ehl-i Beyt'i sevenlerin yolundan ayırmasın. Cümləmiz. Ali'siz bir din İslam'da olmaz. Onu Elbette. herkes biliyor. Cenab-ı Allah bizleri Ehl-i Beyt yolundan ayırmasın. Programımızın sonuna yaklaşıyoruz. Bu arada bir çocuğunuz var galiba değil mi? Evet. Kaç yaşında? 6 yaşında. 6 yaşında. İster misiniz onun da böyle sizin gibi sesi güzel olsun ya da eğitim, o da Bəli. meddah olsun dediğiniz bir hayaliniz var mı? Belə hələ ki səsinə görə hiss eləyirəm, duyumları var, amma onun yəni eşqlə bu yol elə bir şeydir ki, eşqlə gərək bunu əməl eləyəsən, ona tərəf gedəsən. Əgər o məndən ilham alıb onu əxz eləyəcəksə, xoş halına. Allah evlatlarınıza hayırlı ömürler nasip etsin diyorum. Amin cümləmizin. Almanya'ya hoş geldiniz diyorum. İnşallah Teşekkür ederim. burada yaşamaya karar verdiniz. Burada kalacaksınız. İnşallah. Bu bölgede değil mi? Bəli, bəli. Avrupa'da Ehl-i Beyt dostları çok. Ehl-i Beyt camileri çok. Her ne kadar da Hristiyan bir alemde yaşıyorsak, gayrimüslim bir ülkede yaşıyorsak, burada dinimizi, inançlarımızı ben 20 yıldır buradayım. Mükemmel bir şekilde yaşamaya gayret ediyoruz. Evet. Rabbim sıkıntıda olanlara da yardım etsin diyorum. Amin cümləmizin. Allah ömrünüze bereket versin. Son olarak izleyicilerimize, sizi sevenlere, takipçilerinize neler söylemek istersiniz? Mən bir üzük gördüm, onun qaşında, bu boyda qaşında bir kəlam söz yazılmışdı. Biraz çətinlik çəkdim oxumağa. Yəni ərəbcə yazılmışdı gül xətti ilə. Buyurur ki, Hüseynin yolu haqq yoludur. Xeyir İmam Hüseynin qapısındadır. Belə bir mənaya gəlirdi. Gördüm ki, elə bir söz yazılıb ki, İmam Hüseyndən, yəni o ki deyirlər İmam Hüseyn İslamdır, dindir. Yəni peyğəmbərin gətirdiyi dinin qoruyucusudur, hamisidir. Yəni bir kəlmədə onu əhatə eləyə bilir. Yəni xeyir, yəni dünya və axirət xeyri bunların qapısındadır. Allah Taala o qapıdan bizləri ayırmasın. Həm eşidənlərimiz, həm görənlərimizə Allah Taaladan Əhl-i Beyt sevgisi ilə dolu bir iman arzulayıram. Eyvallah. Şimdi programı kapatacağım. Sonrasında sizi bir eserle okutturup program öyle sonlanacak. Tamam? İnşallah. Peki. Evet sevgili izleyenlerimiz, Azerbaycanlı Meddah kardeşimizle söyleşimizi yaptık. Programımızın sonuna yaklaşıyoruz. Bir eserle kapatacağız. Bir sonraki programlarımızda görüşmek ümidiyle sizleri Allah'a emanet ediyorum. Hoşça kalın. Rüqəyya ey gözüm nuri, işıqlı aya bənzərsən. Rüqəyya ey gözüm nuri, işıqlı aya bənzərsən. Yanıqlı sözlərin vardı, anam Zəhraya bənzərsən. Yanıqlı sözlərin vardı, anam Zəhraya bənzərsən. Qızım salma məni dərdə, bu qədər tökmə göz yaşın. Yatanmırsan quru yerdə, gətir qoy sinəmə başın. Qızım sənin qüssen çoxdur, ölüb istəyli qardaşın. Gözün yolda qalım yoxsa, bacın Suğraya bənzərsən. Rüqəyya ey gözüm nuri, işıqlı aya bənzərsən. Rüqəyya ey gözüm nuri, işıqlı aya bənzərsən. Yanıqlı sözlərin vardı,
Anam Zehra'ya benzersen, yanıklı sözlerin vardı. Anam Zehra'ya benzersen. Her saniye azalan bir ömrün aksine her nefeste artan bir imana sahip olmak ve Hayatın ekranı 14 TV'de bizi izleyebilirsiniz.